Müsahibim vəkil Aslan İsmailovdur. Studiyamıza xoş gəlibsiniz. Sağ olun. Sizi dünən məhkəmə vəkillik hüququndan məhkum edilibdir. Səbəbi nədir? İddianı kim qaldırmışdı? Yəni, bu səbəbi çox bəsitdir. Ona görə ki, bu hakimiyyətin mahiyyəti ondan ibarətdir ki, heç kim gördüyünü, eşitdiyini, bildiyini danışmasın. Hamı sussun. Əgər kimsə də adicə gördüyü haqsızlığı, ədalətsizliyi, qanunsuzluğu dilinə gətirirsə də, o artıq bu hakimiyyət üçün bir təhlükə mənbəyi sayılır. Mənim də vəkillikdən xaric edilməyim ancaq və ancaq mənim ictimai fəaliyyətimlədir. Ona görə ki, mən siyasi fəaliyyətlə məşğul deyiləm. Hər hansı bir siyasi partiya mənsubluğum yoxdur. Hakimiyyətə iddialı deyiləm. Sadəcə mən bir vətəndaş kimi ölkəmdə baş verənlərə biganə deyiləm. Xüsusilə 2010-cu ildən sonra, o biabırçı parlament seçkilərindən sonra mənim deyək o çıxışlarım daha da sərtləşdi. Onsuz da mən daimi tənqidi çıxışlarla olmuşam. Və bu görünür hakimiyyətin artıq hövsələsini çaşdırdı. Ona görə ki, bilirsiniz ki, mən Monitor jurnalının təsisçisi olmuşam, rəhmətli İlmar Hüseynovla bir yerlikdə. 99-cu ildə Amerikadan qayıdandan bir həftə sonra məni vəkillikdən xaric etdilər. O dövr lisenziya qaydaları var idi, mən o lisenziya qaydalarla işləməyə başladım. Hakimiyyət xəbər tutanda ki, mən vəkilliklə məşğulam, məhkəmələrə göstəriş verdilər ki, lisenziyalı vəkilləri məhkəməyə buraxmayın. Amma onların sayı 300-dən artıq idi deyən, bunu eləyə bilmədilər və qısa bir müddətdən sonra ümumiyyətlə Nazirlər Kabinetinin lisenziyalar haqqında əsasnaməsini ləğv etdilər. Və mənimlə birlikdə 300 nəfər vəkil də işsiz qaldı. Mən yenə fəaliyyətimi davam etdim hüquqşünas kimi. Ona görə ki, Azərbaycanda nümayəndəlik institutu var ki, bunu hakimiyyət heç vaxt yəni, ləğv edə bilməz. 2005-ci ilə qədər bu cür davam etdim. 2005-ci ildə bilirsiniz ki, mənim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşüm oldu. Görüşdə ölkədə baş verən korrupsiya halları, məhkəmələrin vəkillərinin rəzilliyini hamısının diqqətinə çatdırdım və Prezidentin mənim dediklərimə reaksiyasından, münasibətindən mən inandım ki, Prezident bunların qarşısını almaq istəyir. 2005-ci il parlament seçkiləri keçdi, heç nə dəyişmədi. 2008-i gözlədim ki, yəqin Prezident yeni seçkilərdən sonra eləyər. Onda da alınmadı. Son məqam kimi 2010-u gözlədim ki, yəqin Prezident ədalətli, qanuni seçilmiş parlamentə arxain olub, bu məmur oliqarx sinifindən ölkəni qutaracaqdı. 2010-cu ildə də bu baş verməyəndə mənim seçki gecəsi bir köşə yazım oldu. Hakimiyyətə, müxalifətə və xalqıma müraciətim. Onda qeyd elədim ki, hakimiyyətə ki, reallıq hissini, əxlaqi dəyərləri və dövlətçilik məsuliyyətini yaddan çıxartmayın. Müxalifətə müraciət etdim ki, oyunbazlıqdan, intrigabazlıqdan uzaq olun. Nəhayət ki, hansısa bir ideya daşıyıcısı olun. Xalqıma müraciət etdim ki, yuxarıdakı heç birinə inanmayın. Özünüzə çıxış yol axtarın. Və mənim çıxışlarım daha da sərtləşdi. Mən göstərdim ki, mən artıq inanmıram. Yenə deyirəm, mən o dövrdə çıxışımda bir dəfə də olmayıbdır ki, mən hakimiyyəti tərifliyim, hər şey deyək, yaxşı görüm olanları demişəm, amma bu qədər sərt deyil idi. Onda məni vəkillər kollegiyasından xəbərdar etdilər, xəbər göndərdilər ki, özünü yığışdır, alınmadı. Bir nəfər ev maklerini üzümə qoydular ki, güya mən ona qarşı hörmətsizlik etmişəm. Onda məni tənbih, şiddətli töhmət verdilər. 12 fevralda mən Səbail rayon məhkəməsində oldum. Mən və köməkçimlə birlikdə. Aydındır ki, məni heç kim məhkəmədə saxlamır, mən keçirəm. Katibəyə yaxınlaşdım ki, hakimin yanına keçmək istəyirəm və qapını açmaq istəyəndə gördüm açılmır. Katibə dedi ki, Aslan mənim, biz gərək məruzə eləyək, o içəridən düyməni basandan sonra qapı açılır. Yəni, avtomatik açılan qapılardandır. Məruzə elədi, mən köməkçimlə keçdim.
və sənədlər var idi. Biz onu istəyirdik ki, məhkəmə yenidən təzələnsin, baxılsın. Heç nə demədən başladı məni təhqir etməyə. Heç bir əsas göstərmədi. Mən bu hakimi yaxşı tanıyıram. Mən dərhal başa düşdüm ki, hansısa bir tuzaqdır. Sakit durdum, mən də, köməkçim də. Və bu çığır, bağır, mənə yaxınlaşdı, az qala əl qaldırmaq, mən heç bir reaksiya vermirəm, tam sakit. Telefonla zəng elədi ki, təcili gəlin, İsmailov burada məni söyür, vurur və ilaxır. Qapı açıldı, məhkəmə icraçıları girdi içəri. Bu başladı bağırmağa ki, bunu götürün atın bayıra. Amma onu məhkəmə icraçıları hamısı məni tanıyır, biri də yerindən tərpənmədi. Onda mən özüm bunlara müraciət elədim ki, sizin gedək rəisin yanına. Və rəisin yanına gələ-gələ mən yolda zəng elədim Azadlıq qəzetinə ki, mənə qarşı belə bir provokasiya var. Ona görə ki, mən bilirdim. Mən gözləyirdim ki, nəsə də eləyəcəklər. Bu Zülfüqarlı işindən bağlı olan məsələlər idi. Yox, bu başqa bir iş idi. Ondan sonra mən həmin günü gəldim Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, ətraflı baş verənləri nəql edib yazdım. 14 fevralda Ədliyyə Nazirinin müavini Azər Cəfərovun qəbulunda oldum və ona da danışdım ki, mənə qarşı belə bir hörmətsizlik olubdur və mən də bunu bağışlamaq fikrində deyiləm. Mənə bildirdilər ki, bunların heç nədən xəbəri yoxdur. Sonra təxminən üstündən 1-2 həftə keçəndən sonra mən bildim ki, 14 tarixlə, yəni məndən 2 gün sonra Elnur Həsənov məhkəməyə, Vəkillər Kollegiyasına müraciət edibdir ki, mən ona qarşı bu xuliqanlıq etmişəm. 8-ci Vəkillər Kollegiyası 8 mayda qərar qəbul elədi ki, mən vəkillikdən xaric edilim və ümumiyyətlə mənim vəkillik fəaliyyətimə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Mən yenə öz fəaliyyətimi davam etdirdim. 16 mayda məni Rəşad Ağəddin, o bloger Rəşad Ağəddin işi ilə bağlı zorla polis maşınına basıb Nərimanov rayon polis idarəsinə apardılar. Orada polis rəisi sadəcə mədəni şəkildə məni xəbərdar elədi ki, özünü yığışdır, sən bütün xəttləri keçmişsən. 30 mayda məni aldatma yolu ilə Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə il arasında o Bandagil deyilən yerə dəvət etdilər. Orada məni vurdular, təhqir elədilər, ölümlə təhdid etdilər ki, əgər yaşamaq istəyirsənsə da sən sakitləş. Və davam elədi, dünən də məhkəmə qərarını elan elədi. Necə qiymətləndirirsiniz? Məhkəmənin qərarı sizin baxışınızdan, belə görünür ki, sifarişlidir hesab edirsiniz. Amma bu sifariş nəyin müqabilində verilibdir? Siz bir çox işlərlə bağlı mafiyalara qarşı mübarizə aparıbsınız, həmin işlərdə mafiyalara qarşı olubsunuz. Bir çox işlərdə, bəyanatlarda ictimai fikri müdafiə edibsiniz. Lap müxalifəti də müdafiə edirsiniz bəyanatlarınızda, həbs edilənləri müdafiə edirsiniz. Yəni bu sifariş nəyin nəticəsidir? Mafiyaların təsirinin, təzyiqinin nəticəsidir, yoxsa sizin ictimai fikrə təsirinizin nəticəsidir? Yəni siyasi sifarişdir, yoxsa? Mən sizə deyim, yəni çox maraqlı sualdır. Ona görə ki, mən 2005-ci ildən Zülfüqarlı qardaşlarını, o sahibkarları müdafiə edirəm ki, bunların zavodlarını əllərindən alıblar, özlərini həbs ediblər. Və bunun da başında duran Azərbaycan Respublikası Prezident aparatının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovdur. Hər halda qarşı tərəf burada yoxdur. Bəli, yəni mən bunu demişəm. Qarşı tərəfin biz obyektiv olaraq danışmaq hüququnu tanıyırıq və onların bəyanatlarını efirə verməyə hər an hazır. Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanuna uyğun olaraq. Buyurun. Tapdıq bəy, bununla bağlı mən onlarca, yüzlərlə dəfə demişəm Azadlıq radiosunda, qəzetlərdə. Yəni bu ümumi bəlli bir şeydir. Və onda eləmədilər. Məni vəkillikdən xaric etmədilər. Bu günlərim mən hesab edirəm ki, mənim başıma gələnlər, xüsusilə o son dövr ki, o gənc blogerləri müdafiə elədim, Rəşad Ağəddin, Zaur Qurbanlı və digərlərini, ondan sonra deyək, milli şuru ilə bağlı müsbət fikir söylədim və Azərbaycanda artıq korrupsiyanın, rüşvətxorluğun dözümsüz həddinə çatdığını açıq şəkildə, yəni
daha sərt deməyə başladım faktlarla bağlı. Hesab edirəm ki, bəs həmin o mafyoz qruplar, onlar mənim deyək, bütün bu tənqidlərimə siyasi don geydirib məruz etdilər. Mən əminəm ki, mənim vəkillikdən xaric olunmağım nə hakimin, nə Vəkillər Kollegiyası Rəissiyyət Heyətinin sədri Azər Tağıyevin, nə Ədliyyə Naziri Fikrət Məmmədovun, nə Prezidentin deyək, hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi Fuad Ələsgərovun istəyi ilə məni vəkillikdən heç vaxt çıxartmazdılar. Mənim bildiyim dəqiq odur ki, mənim vəkillikdən xaric edilməyimi ən azından Ramiz Mehdiyev sanksiyalaşdırıbdır. Ola bilsin, prezidentlə də razılaşdırılıb. Ona görə ki, mənim vəkilliyə bərpa olmağım prezidentin göstərişindən olub. Və mən də yəni, heç kimin heç vaxt haqqını yemərəm. Məni bir neçə dəfə həbs etmək istəyiblər. Mən bilmişəm ki, məni onda prezident müdafiə edibdir. Yadınızdadırsa da 2010-cu il deyək, çıxışlarımdan sonra jurnalistlərin biri mənə sual vermişdi ki, Hasan mənim, siz növbəti dəfə də prezident sizi müdafiə edəcəkmi? Mən onda demişdim ki, inanmıram. Və yəqin odur. Amma bilirsiniz, məqsəd də nə idi Taftıq bəy? O ki, məni prezident qəbul elədi, məmurlar mənə münasibətini dəyişdi, bütün hakimiyyət təmsilçiləri və bunlar hesab elədilər ki, məni nə ilənsə də şirinlikdirib, ya bir vəzifə verərlər, ya bir obyekt verərlər, ya bir monopoliya verərlər və mən də qoşularam ümumi sürüyə və o yolunu gedərəm. Amma mən bunu heç vaxt qəbul eləmədim. Bəli, mən dəfələrlə prezidentdən xahiş etmişəm və prezident də mənim xahişimi əməl edibdir. Amma bu xahişlər heç vaxt mənim şəxsimlə, ailəmlə bağlı olmayıbdır. Tanınmış alimlərlə bağlı olub, tanınmış incəsənət xadimləri ilə bağlı olubdur. Müraciət etmişəm və müraciətim təmin olunub. Amma hüquqi dövlətlərdə, qanunun aliliyi olan dövlətlərdə heç bir vəkilin, heç bir insanın heç də yüksək vəzifəli, lap yüksək vəzifəli dövlət rəhbərlərinə ehtiyacı qalmır. Çünki məhkəmə və qanun qarşısında hamı bərabərdir. Vəzifəsindən, kimliyindən, şəxsiyyətindən, sosial yönümündən asılı olmayaraq. Və biz də obyektiv TV olaraq qanunvericiliyə tabi və ona görə də mən sizə müraciət etdim. Yəni bu, siz fikrinizdə azadsınız, sözünüzü bütün mənalarda kəskinliyinlə deməyə, yəni mən sizi xatırladım. Mən razıyam sizlə və mən də onu arzuluyuram. Və yadınızdadırsa da mən dəfələrlə demişəm ki, mən arzu edirəm ki, ölkəni ayrı-ayrı dahi, yaxşı şəxslər yox, ölkəni qanunlar idarə etsin. Mən heç vaxt istəmərəm ki, mənim həyətim bir prezidentdən asılı olsun. Əlbəttə, mən istəyərəm ki, mənim həyətim, gələcəyim qanunlardan asılı olsun. Amma bu Azərbaycan reallığı elədir ki, Azərbaycanda kimsə deyirsə də qanun məni müdafiə edəcək, o yalan danışır. Ona görə ki, mən vəkillik fəaliyyətimdə onlarla insanın qanunsuz həbs olduğunu görmüşəm. Bir də, axı biz niyə uzağa gedirik? Xüsusilə əmlak məsələləri ilə bağlı minlərin, milyonların gözü qarşısında insanların əmlakçıları zorla əlindən alınır. Bir daha Zülfüqar qardaşlarına qayıdıram. Axı bunların günü orta çağı 3000 fəhləsi olan zavodlar Ramiz Mehdiyevin adamı olan Rasim Məmmədovun qoçu dəstələri avtomatla gəldilər, zavod sahiblərini atdılar bayra, zavodu ələ keçirdilər. Bunu bütün Azərbaycan bilir. Yəni burada hansı qanunla danışmaq olar? Bu hüququn reaksiyası nə oldu? Bu qoçu dəstələri bir yana. Bəs bu avtomat qanunsuz silahdır. Azərbaycan qanunvericiliyinə görə qanunsuz silah gəzdirən şəxsləri, lap müxalifət liderləri olsun, digərləri olsun, həbs ediblər. Bəs bunlar cəmaatın gözü qarşısında avtomatlarla gəliblər, insanları təhdid ediblər. Bu insanlar bir yana. Bu qanunsuz silahları hardan alıblar? Özü də avtomatları. Bu arxı silah haqqında qanuna görə bu avtomatik silahlar vətəndaşlara verilə bilməz. Bunlar dövlət qurumlarında olmalıdır, xüsusi mühafizə olunmalıdır. Və bununla bağlı hökumətin reaksiyası nədir? Deyək ki, mafiyalar arası mübarizədir, bunu başa düşürük. Monopoliyadır, biznesin arasında mübarizədir, bunu başa düşürük. Bəs bu avtomatlar, insanların təhdid edilməsi, bəs buna reaksiya varmı hüquq sistemində? Taftıq bəy, mən bir daha təkrar eləyirəm. Həmin bu günlərin Baku Steel Company zavodunda əyləşən Rasim Məmmədovun ətrafında ondan artıq silahlı insanlar var. Rasim Məmmədov sadəcə bir özəl şirkətin təsisçisidir indi. Yəni o zavodları ki, alıblar, keçiriblər adlarına.
Və bunun qanunla silah gəzdirmə belə hüququ yoxdur. Bunu mən artıq bir 6-7 ildir deyirəm, bunu da hamı bilir. Mətbuat olaraq sizlərə də deyirəm, istədiyiniz vaxtı gelin Bakı Steel Company-nin qarşısına, siz görərsiniz ki, həmin o Rasim Məmmədovun mühafizəsi heç də prezidentin mühafizəsindən zəif deyil. Və bir çox dövlət xadimlərinin mühafizəsindən qat-qat güclüdür. Ona görə deyirəm ki, bir gün Azərbaycanda kimsə də qanunun aliliyindən, qanunun işləməsindən danışırsa, bu riyakarlıqdan başqa bir şey deyil. Sadəcə bir məsəl deyim. Yəni, Azərbaycan bu dəqiqə məmurlarının əksəriyyəti maaşdan əlavə konvert alır. Bu nə deməkdir? Yəni, bu cinayətdir. Bu, məmura dövlət tərəfindən rüşvət verilməsidir. Nə üçün edilir? Mən hesab edirəm ki, Azərbaycan məmurlarının maaşı aşağıdır. İcra başçısı 800 manat, ya nazir 800-1000 manat yox, bir neçə min manat almalıdır. Amma bunu rəsmiləşdirin, rəsmi qaydada verin. Amma hər birinə paket verməklə hər birini cinayətə sövq edirlər. Və o vəzifədə olan bir nəfər qanundan danışa bilməz. Ona görə ki, qanundan danışan kimi dilini yerindən çıxardarlar ki, bəs sən paketi necə alırsan? Bunu birinci dəfə mən yadınızdadırsa 2006-cı ya 2007-ci ildə dedim. Ya, bu günlərin bu kütləvi şəkil alıb, bunu hamı bilir. Ona görə bir gün Azərbaycanda bilirsiniz, qanunçuluqdan, məhkəmə sistemindən danışmaq biraz yersizdir. Bir qədər də haşiyə çıxdıq. Bir dənə də sual verim. Siz dahi insanlardan danışdınız. Amma qərb mədəniyyətində bir söz var ki, ölkəyə həm dahi insanlar lazımdır, həm dahi qanunlar lazımdır. Dövlət məmurları, dövlət rəhbərləri qanunu pozanda dahi insanlar ortaya çıxır və onları qanuna riayət etməyə çağırır. Bəs onda onlar dahi olurlar ki, onlar xalqın hüquqlarını qoruyurlar. Azərbaycanda bu reallıq necədir? Dahi insanlar kimlərdir? Mən, yəni o dahi sözündən mən qaçardım. Ona görə ki, bilirsiniz, o kimin dahi, kimin nə qədər cəmiyyət üçün önəmli olmasını yəqin tarix verər. Amma mən hesab edirəm ki, bu günlərin məsələn o məmur sinfini qanun pozmaqdan çəkindirməyə çalışan ilə biri mənəm sizin nökəriniz. Qurban Məmmədov hansı ki, həbsdə yatır və digər o təqib olunan hüquq müdafiəçiləri, vəkillər. Axı, Qurban Məmmədov 5 uşaq 7 nəvi ilə bir gün həbsdədir. Niyə? Onun görə ki, Qurban Məmmədov bu məmur sinfinin oğurluğunu üzərinə deyirdi. Və mənim də bu günlərim, yenə deyirəm, məni tanıyan insanların hamısı deyir ki, bu müddət ərzində siz necə sağ qalmışsınız və yaxud sizi həbs etməyiblər. Mən bunu ancaq birinci növbədə Uca Allahın məni qorumasıyla əlaqələndirirəm. Amma mən həyatımda hər gün, hər dəqiqə ölümə də, məhkum olunmağa da hazır vəziyyətdəyim. Ona görə ki, mən bu hakimiyyətin mahiyyətini bilirəm. Bir vəzifədə olanların əksəriyyətini tanıyıram. Bunlara qanun, deyək, məhkəmə bu yad bir şeydir. Yəni, bir günlərim həmin o bizim iş üzrə, Zülfüqarlı iş üzrə ondan artıq məhkəmə var. 20-dən artıq məhkəmə tərkibi Rasim Məmmədov istəyibdir ki, məhkəməyə şahid qismində dəvət edir. Bir dəfə də gəlməyib və mən özlərinə də demişəm ki, özünüzü yormayın, o gələn deyil, onu görə ki, siz saymır. Bu Sovet dönəmində belə bu aristokrat fəhlələr var idi, aristokrat hakimlər var idi, yəni ulduz kimi çıxarırdılar televiziyanın qabağına, onlar 5-6 nəfər idi, danışdırırdılar, deyək, aristokrat hakimlər var idi, aristokrat prokurorlar var idi və elə da. Hətta o aristokratların özləri bəzən qanunun pozuntusuna qarşı, insan bu xalqın mənafeyinə xidmət etməyəndə ona qarşı, partiyaya qarşı çıxırdılar, həyatları bahasında belə. Amma Azərbaycan cəmiyyətində nə bir prokuror, nə bir hakim, indiyədək deyək ki, məhkəmə hakimiyyəti biraz başqadır. Bu mənada öz vəzifəsindən nə istefa veribdir, nə qanunvericiliyə qarşı, ya nə məhkəmədə insanların hüquqlarının pozulmasına qarşı çıxmayıbdır. Niyə belədir? Səbəbi nədir? Tapdıq bəy, mən bir şey deyim. Əlbəttə ki, cəmiyyətin sağalmağı və sağlam olmağı birinci növbədə o cəmiyyətdə yaşayan ayrı-ayrı fərdlərin təpkisi ilə bağlıdır. Ki, onlar qanunsuzluğa göz yummayalar. Bizim gözəl bir sözümüz var, deyirlər ki, əndazəni aşmaq olar, olmaz. Yəni, bəzi şey var ki, deyirsən, Sovet dönəmi məsələn, hamı gözəl bilirdi ki,
Sovet dönəmi qanun pozulurdu, amma elə hədd var idi ki, deyirlər, bunu etmək olmaz. Bir gün Azərbaycanda artıq heç bir əndazə qalmayıbdır. Və deyək, keçmişlə bugünkü Azərbaycan reallığını, Azərbaycan, mən təxmin elədiyim o ziyalı sinifini, hansın ki, biz təxmin edirik ki, etiraz bildirməlidir, o qanunsuzluğu görəndə, əndazənin açdığını görəndə, bugün o məhv edilib. Niyə? Azərbaycanda elə bir şərait yaradılıbdır ki, heç kim öz əməyi ilə faktiki olaraq dolanmağa mümkün deyil. Məsələn, mən şükür eləyirəm Allahıma ki, mənim peşəm elə peşədir ki, mən əməyimlə dolana bilirəm. Müəllim necə dolana bilər? 200 manat maaşınla. Həkim necə dolana bilər? 150 manat maaşınla. Elə həmin o polis rəisi 350-500 manat maaşınla dolana bilər. Yaxud müstəntiq 300 manat maaşınla. Bilirsiniz, 1921-ci ildə Pyotr Perunin Voyenna Artikul adlı bir qanunu olubdur. 1721-ci ildə. Voyenna Artikul adlı bir qanunu olubdur. Orada qanunun bir hissəsində də deyək, Peterburg Qradanaçalnik, yəni polis rəisinin maaşı yazılıbdır. 700 qızıl manat. Pyotr Perunin üstündən xət çəkir, yazır ki, inavziyatkah projevyot, yəni rüşvətlə də dolanarlar. Yəni, bu günlərim Azərbaycanda elə bir sistem qurulubdur ki, insanlar ancaq rüşvətlə dolansın və hər biri cinayət törətməyə məhkum olunsun. Bu günlərim nə qədər Azərbaycanda prezident təqaüdü olanlar var. Minlərlə. Bu günlərim yazılır ki, Azərbaycan prezidenti öz fondundan filan rayonu 2 milyon ayırdı, filan rayonu 3 milyon ayırdı. Dönəmləri mən prezidentin Gədəbəy şeyinə baxdım, səyahətinə. Orada bir nəfər aşıq göstərir, aşıq evini deyir, cənab prezident, bunu siz tikdiniz. Əzizim, bu hamısı Azərbaycan dövlətinin büdcəsindən olan pullardır. Mən istəyirəm ki, pulları ayrı-ayrı şəxslər yox, pullar büdcəyə uyğun xərclənsin. Bizim davamız odur. Və bir Azərbaycan ziyalılarını, önündə olan incəsənət xadimləri, elm xadimlərini, mədəniyyət xadimlərini də məhz hamısını ələ baxan öyrədiblər. Kiminə maşın, kiminə deyək dövlət bağı, kiminə fərqli ad, kiminə prezident təqaüdü, hərə bir yolla alınıbdır. Və mən sizə bir şey deyirəm. Yer kürəsində bunu Ramiz Mehdiyev qədər ustalıqla edə biləcək ikinci bir insan ola bilməz. Qaydaq hüquq sistemimizə siz öz hüquqlarınızı müdafiəsi üçün bundan sonra nə edəcəksiniz? Taftıq bəy, ona görə yox ki, mən Azərbaycan məhkəmə, mən şikayət edəcəm. Ona görə yox ki, mən inanıram ki, Azərbaycan məhkəmələri məni bərpa edəcək. Siz əgər mənim məhkəmə çıxışıma baxsaz, mən orada bir yer deyirəm ki, o ki, 2005-ci ildəki prezidentlə görüşdən sonra məni vəkillər kollegiyasına dəvət etdilər və soruşdular ki, nə istəyirsiniz? Dedim, mən heç nə istəmirəm. Dedim, biz sizi vəkilliyə bərpa etmək istəyirik. Dedim, bilirsiniz, sizə 99-cu ildə prezident aparatından dedilər, çıxartdınız. İndi deyilib bərpa edəsiniz. Siz axı başqa qərar qəbul edə bilməzsiniz. Onlar başına aşağı salıb sadəcə elan elərlər ki, biz sizi bərpa etdik. Və məhkəməyə də dedim, hörmətli məhkəmə. İndi yəni mən sizdən imdad diləmirəm. Ona görə siz məni bərpa etmək iqtidarında deyilsiniz. Ola bilsin bugünkü prezident, əgər ömrüm çatarsa da, ola bilsin sonraki prezident, əgər bu hüquq sistemi davam edəcəksə də, yenə göstəriş verəcək, yenə bəhbəhlə çağırıb bərpa edəcəksiniz. Amma mənim bu prosesi ictimailəşdirməyim, məhkəmədə bunun üstünə getməyim bir şeylə bağlıdır. Azərbaycan məhkəmə sisteminin rəzilliyini göstərmək. Ona görə ki, mənə məhkəmədə 3 hal ittiham olunubdur. Vəkillikdən niyə çıxmışam? 1. Ki, mən Aslan İsmailov olaraq Əliyev və Fəxriyanın işinə etibarnamə əsasında çıxmışam, order götürməmişəm əlavə olaraq. 2. Mənim təsisçi olduğum Aslan İsmailov və partnyorları vəkil bürosu və viza hüquq yürüması ikisi bir ünvanda yerləşir. 3. Mən hakimi təhqir etmişəm. Və məhkəmədə çox sadə şəkildə bunlar hər üçü təkzib olundu. 1. Mən məhkəmə prosesində vəkillər kollegiyasını təmsil edən 2 nəfər vəkil var idi. Məhkəmə başlayan kimi soruşduğum kağız kollegalar, siz hansı əsasla məhkəməyə çıxıbsınız? Mənə dedilər ki, biz etibarnamə əsasında. Dedim, order götürübsünüzmü? Dedilər ki, ona ehtiyac yoxdur. Mən döndüm, üzüm məhkəmə, dedim, hörmətli məhkəmə, kollegalarım düz deyir.
Və mən onları order tələb edə bilmərəm. Ona görə ki, bu qanunda nəzərdə tutulmayıb. Amma mən Aslan İsmailov olaraq özümə olan qərəzi bildiyimdən və belə bir şifahi qanunsuz göstərişin olduğuna görə mən orderdə götürmüşəm və orderi məhkəməyə təqdim etdim. 2 firma bir ünvanda yerləşir. Mən məhkəmədən xahiş edirəm ki, hörmətli məhkəmə, biz gedək baxaq. Viza hüquq firması başqa ünvandır, Aslan İsmailov partnyoru başqa. Viza hüquq firması 3/5-də yerləşir, Nizami 58, mənzil 3/5. Aslan İsmailov partnyorları Nizami 58, mənzil 4/6. 2 hüquq firması bir ünvanda yerləşə bilməz. Orada qanuna zidd deyil. Nazirlər Kabinetinin bütün nazirlərin hökumət evində yerləşir. O da qanuna zidd deyil. Amma bu da əsassızdır. Və mən 2 reyestrdən çıxaraq təqdim elədim, hüquqi ünvan təqdim elədim, kərəsi bir ünvandadır, gedib baxa bilərik. 3 hakimlə olan problemə. Məhkəmədə vəsadət verdim ki, orada 7 nəfər akt imzalayıbdır ki, bunlar görüblər ki, mən gəlmişəm, aşağıda polisi allatmışam, polis məni buraxmayıb, sonra görmüşəm ki, polis çıxıb, qaçmışam yuxarı, qanunsuz girmişəm, hakimin otağına onu təhqir etmişəm. Və hakimdən saxta sənəd istəmişəm. Hakim yazır ki, Elnur Həsənov, Aslan İsmailov saxta sənəd istədi, mən vermədim. Mənlə hakim arasında olan mübahisə predmeti saxta sənəddir. Tüm hörmətli məhkəmə, bu vəkil, hakim də yazır saxta sənəd. Və saxta sənədi niyə? Mən kollegiyada xahiş elədim ki, gətirin baxım, gətirmədilər. Məhkəmədə xahiş elədim, gətirin baxaq, gətirmədilər. Hani o saxta sənəd? Bu bir. Onun görə ki, bu yoxdur. 2. Ben dedim ki, bu 7 nəfərin yazmağı yalandır. Niyə? Birinci, bu 7 nəfər qapıdan durub məni gözləyirdi ki, Aslan İsmailov gələndə mənim arxamca gedib hər şeyi fiksə etsinlər. Heç məhkəməyə gələndə o balaca yer var, heç orada bir nəfər var da. Qapıdan bir nəfər var. Bu bir. 2. Mən xahiş elədim ki, hörmətli məhkəmə, həmin o qapının girəcəyində də, koridorlarda da hər yerdə monitorlar quraşdırılıbdır. Və an-ban hər şey yazılır. Əgər mən orada hansısa xuliqanlıq etmiş olsaydım, mən indi türmədəydim. Ona görə ki, monitorlardakı görüntülər təqdim edərlər ki, sübuta da ehtiyac yoxdur. Məhkəmə tələb elədi, getdilər ki, 5 gündən sonra ləğv olunur. 5 gün gözləməyinə 12'si deyirsiniz, mən xuliqanlıq eləmişəm, 12'si götürün, təqdim edin. Siz təsəvvür edirsiniz ki, mən o hadisəni etmiş olaydım və o məhkəmə sədri, kollektivi saxta aktı yazıb, o video görüntünü oraya əlavə etməzdilər, sonra da bunu məhv ediblər. Ondan başqa xahiş elədim ki, mən onun otağına icazəsiz girə bilməzdim, ona görə ki, onun otağı içəridən düyməlidir. Bu problem çıxandan sonra qapı dəyişdirilibdir. Yeri də durur. Və yeri də durur, gedək baxaq yerinə. Məhkəmə dedi, gedib baxmağa ehtiyac yoxdur, ona görə siz bu barədə yazıbsınız, Prezidium Vəkillər Kollegiyasında deyirlər, onlar deyirlər düz deyil. Sonuncu dedim, axı, mən hakim bir də köməkçim olubdur. Köməkçinin şahid qismində dindirin. Məhkəmə dedi, ehtiyac yoxdur, ona görə Ədliyyə Naziri hesab edir ki, bu lazım deyil. Mən də məhkəməyə sual verdim, onda biz nəyə baxırıq burada? Avropa məhkəməsinə gedəcəyinizdə belə görürəm. Bəli, mən hər məhkəmə instansiyasında bunları ifşa edib, sonunda da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək. Son sual. Hökumətə, Azərbaycanın hüquq sisteminin rəhbərlərinə sözünüz. Çünki mən bir məsələ var, deyirlər ki, ölkədə vəkillik institutu dağıdılırsa da ölkənin hüquq sistemi məhv edilir. Bu anda çox saylı Azərbaycanın qabaqcıl, aparıcı, mühüm işlərində həmişə dəyanətlə qanunu, hüququ müdafiə eləmiş, belə deyərdim mən, şahid olmuşam həmin məhkəmələrdə, Surət Hüseyin məhkəməsində, digərlərinin məhkəməsində. Vəkillər bugün vəkillik fəaliyyətini məşğul ola bilmirlər. Belə bir vaxtda hökumətə, Azərbaycanın hüquq rəhbərlərinə sözünüz. Bilirsiniz, mən bir şeyi dəqiq bilirəm. Hakimiyyətə müraciətim odur ki, bütün bu qanunsuzluqların cəzasını birinci növbədə hakimiyyət öz çəkəcəkdir. Mən istəmirəm. Yəni, yenə deyirəm, deyir görünən dağa nə bələdçi. Axı, bu Afrikada baş verən hadisələr böyrümüzdədir. Liviya, Misir və digər, Tunis. Mən istəmirəm ölkəm o günə geçsin və hakimiyyətə də müraciət edirəm ki, bundan çəkinsinlər. Yəni, mənim üçün, mən sizə tam səmimi deyirəm.
Bu günlərim Azərbaycan müxalifətinə hansı hisslərlə yanaşıramsa da, hakimiyyətə də o hisslərlə. Ona görə ki, hamısı mənim vətəndaşımdır. Mənim el oğlumdur, hamısı Azərbaycanlılardır. Mənim içimdə heç kimə qarşı kin, küdürət, nifrət, agresiya yoxdur. Sadəcə mən o gələcəyi gördüyümdən deyirəm ki, bundan çəkinin. İkinci, mən dəfələrlə müraciət etmişəm hakimiyyətdə olanlara ki, siz vəkillik institutunu məhv etməyin. Ona görə ki, bu vəkillik institutu birinci növbədə sizə lazımdır. Və sonra məhkum olanlar, baş prokurorlar, nazirlər hər biri başlayıb çıxırmağa ki, bizim haqqımız pozulur. Və hər biri də mənə müraciət ediblər ki, mən onları müdafiə edeyim. Vaxtilə mənim qanımı içməyə hazır olanlar belə ki, bizi Aslan İsmayıl'a müraciət edirsin. Yəni, hakimiyyətin daha çox bu vəkilliyə ehtiyacı var. Və nəhayət üçüncü, bugün hamı bilməlidir ki, dünya dəyişibdir. Yəni, dünya ən azı 10 il bundan əvvəlki də dünya deyil. Ona görə ki, bugün burada baş verənlər, mənlə bağlı baş verən 5 dəqiqədən sonra Amerikanın səsi səsləndirdi. Mən o banditizmdə vurulanda. Yəni, dünya dərhal hər şeydən xəbər tutur. Ölkəni biabır eləmək lazım deyil. Bu bizim ölkəmizdir. Həmin o nazirlərin də, o oğru oliqarxların da balaları burada yaşayacaqdır. Və mən çox təəssüf elədiyim bir hal var. Mənim öz uşaqlarım var, onlar mənə deyibdir. Uşaqlarımın dostluq elədiyi, deyək o, çox yüksək kinli məmurların balaları var. Və sizə tam səmimi deyirəm ki, uşaqlar onlardan, mənim balalarım onlardan çox məmnunluqla danışırlar ki, çox belə yaxşı insanlardır. Yəni, normal savadları var, mədəniyyətləri var, əxlaqları var, yekəxanlıqları yoxdur. Amma deyir, biz hiss edirik ki, kənardan bu uşaqlara necə nifrətlə baxırlar. Mən onu istəmirəm. Tam səmimi sizə deyirəm. Ona görə ki, onların balalarının günahı yoxdur. Bir də, mən hamıya arzu edirəm ki, biraz nəfslərinə hamı qalib gəlməyə bacarsın. Ona görə ki, həqiqətən dünya 5 günlük dünyadır. Və son dövrlər deyək, Sirus Təbrizli mənim hörmət elədiyim, sonra Əlifsət Quliyev, Əlifsət Osmanlı rəhmətli. Yəni, bunlar biri yatdı, qalxmadı, biri dəniz kənarı parkda keçindi. Yəni, həyat çox bizim düşündüyümüzdən də qıssadır. Və bu həyatı bir insan kimi yaşamaq lazımdır. Milyonları, milyardları uğurlayıb üstündə əsə-əsə yatmaq ən böyük hesab edirəm ki, bəladır. Çox sağ olun studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım Vəkil Aslan İsmayılov idi. Sağ olun, sağlıqla qalın, gələn verilişlərə dək.